21 gündən sonra çəkiniz dayanır. Arıqlamağa başlayan şəxslərin tərəziyə fikir verməsində normal heç nə yoxdur. Tərəziyə dietologların və fitness trenerlərin gizlətdiyi sir nədir? Siz çəki itirirsiniz ilk qoşulanda 1-3 həftə, adətən bu 21 gün olur. Sırf həmin 21 gün ərzində itirdiyiniz çəki sadəcə su kütləsidir. Yağ kütləsi çox az ola bilər. Və o kəslər ki, deyir, tərəziyə fikir verməyin, arıqlamağa başlayan şəxslərin tərəziyə fikir verməsində normal heç nə yoxdur. Tərəziyə fikir verəcəksiniz. Çünki əzələ yığmaq, yağ yığmaq qədər asan deyil. Arıqlayanda avtomatik olaraq yağ çox itirildiyi üçün, əzələ az qazanıldığı üçün çəkidə fərq olmalıdır. Təbii ki, bədən ölçülərində də. 21 gündən sonra çəkiniz dayanır və durğunluqdasınız. Bu zaman dietologlar və fitness trenerlər sizi günahlandırır. Özünüzü günahkar hiss edirsiniz. Necə oldu ki, ilk 21 gün ərzində bu qədər çəki itirdim? İtirdiyiniz çəki deyildi, sadəcə su kütləsi idi. Çünki bədəniniz uzun bir müddətdir belə bir proqramlarda olmadığı üçün, fərqli həyat tərzi göstərdiyi üçün reaksiyasını göstərir. Ancaq 21 gündən sonra bütün reallıq üzə çıxır. Like edib şərh yazmağı unutmayın. Hələlik.